Hamıya salam olsun, xoş gördük. Vlogu belə başlamaq istədim. Gəldilər, balkonumuzu düzəltdilər, şükür. Mən elə bilirdim, lap çox qalacaq, belə söküb elə də qoyacaqlar, amma yox. 1-2 həftə qaldı elə, amma düzəltdilər, şükür. Belə düzəldiblər, yaxşıdır. Biz bəyəndik. Düzdür, içəridən elə də yaxşı görsənmir. Belə yerləri var taxtaların. Belə elə bil ki, üstündən lakdı, kraskadı, nədir o gedibdi. Amma çöl tərəfdən yaxşıdır. Çöl tərəfdən indi düşəndə də çəkərəm, belədir. Elə bir belə yerləri yoxdur da, belə ağarmış yerləri yoxdur. Belə. İndi buranın mən tozunu təmizləməliyəm. Pəncərələrin qurumlarını götürdüm, tozlarını şotqayla götürdüm. İndi gərək pəncərələri silim. Tamam təmizləyim ki, ucu qutardılar da, burada bizdə heç nə eləyəsi deyirlər. Bitdi bizdə işləri. Belə. Bunu qəşəng hündür eləyiblər, çox yaxşıdır. Məleykə qabaq belə rahat dururdu əllərindən. İndi ancaq başı çıxır Məleykənin. Sara vəbşi görsənmir. Belə çox yaxşı. Yəni bəyəndik, şükür. Yaxşı elədilər. Hə, indi mən gəlmişəm buranı süpürüm, birinci. Buranın tozunu, zibilini süpürüm. Sonra qəşəng silim. Bunları da belə qoyası olduq da, belə elə də açıq da qalsın, heç nə eləməyəcəyik. Çünki balkonu beton eləmək istəyirik. Belə hissə onu eləyəcəyik. Ona görə də dedik bir də taxtanı zədələməyək, mismarlamayaq bunu yerə. Hələ ki belə də qalacaqdı. Belə başlayım işlərimə bugün demək olar ki, elə balkonu təmizləməklə məşğul olacağam. Çünki çox kirlidir, çox tozludur. Ona görə belə bayraqlar da bugün inşallah asarıq. Yumuşam, amma ütüləməmişəm ki, təzədən yenə qırışar. Onları gətirib asarıq. Divanı, kaçelini, stolu gətirib qoyaq. Belə patoloku sökəndə ən çox bura toz oldu. Onda toz töküldü bura. Belə toz oldu. Mən də özüm silmirdim ki, həmin buralar açıq idi. Buradan toz gəlirdi, zibil gəlirdi. Yəni xeyri yox idi. Həm də balkona çıxmırdıq axı. Ona görə heç təmizləmirdim. İndi tamam tərtəmiz eləməliyəm buranı, çünki uşaqlar çıxacaqlar . Balkonu bitirdim. Şükür bir dənə pəncərələr qaldı. O da Sara yatdı, dursun inşallah. Oraları da təmizləyəcəm. İndi istəyirəm evin qabağında təmiz süpürüm. Təmiz olsun. Bütün buraları da belə taxtaları da sildim. Çünki taxtalar kəsmişdilər. Hamısı belə taxta qırıntıları idi. Üstü toz kimi. Onları da sildim, təmizlədim. Şükür. İndi bir dənə buranı süpürmək qaldı. Buranı da süpürüm. Gəlmişim kompotlara baxın. Burada artıq 3 gündən çoxdur. Sadəcə evdə yox idim deyə açıb yerinə yığa bilmədim. Bugün 5 gün olacaqdı da belə qalıblar bunlar. Tamam soyuyublar. Ən azı 3 gün qalmalıdılar belə baş aşağı. Hazırdılar artıq. Belə. Şəftəlilər xoşum gəlir. Həmişə doğrayıb qoyurduq. Amma indi belə eləyirik. Çox xoşum gəlir. Belə bütöv olanda içində çox qəşəng olur. Bunları da götürdüm ki, xiyar şorabasıdır. Bir də bu ən birinci bağladığımız kompotdur. Əriklə gilanardır. Bunları da götürdüm ki, bu günlərim açım. Belə. Bir də sizə bir söz deyim. Biz gilanar tapmadıq. Bu Göygöldə tapa bilmədik də, soğuk olan vaxtı idi. Dondurucuya qoymuşduq gilanar. O gilanardan götürdük elədik. Amma çox da yaxşı alındı. Mən elə bilirdim ki, kompotda alınmaz da, kompot olar, xarab olar. Amma yox, şükür ki də alındı. Yəni dondurucuya qoyandan sonra da götürüb kompot. Dondurucuya qoyub gilanarı qoymuşduq da, götürüb eləmək olar. Biz başqa meyvələr də qoyurduq. Sonra elə bir qışda götürüb açıb, şəkər qatıb, qazanda bişirib kompot eləyirdik. Amma
Belə birinci dəfə də eləyirik. Gördük ki, heç nə tapmırıq da, yoxdur gilənar əriklə eləməyə. Ərik də elə belə yaxşı alınmır. Ona görə dondurucuda var idi gilənorlar. Ondan elədik. Şükür ki, də yaxşı da alındı. İndi aparım birini açım görüm nətər olar. Yəqin ki, dadı da yaxşı olar. Çünki elə bir fərqi olmur. Biz o gilənorları dondurucuya qoyuruq ki, belə qışda kiminsə ürək istəyəndə yesin. Sonra aşın qarasını eləyəndə ona qatır qaynanam, çox qəşəng dadlı alınır. Onun üçün saxlamışdıq. O da belə kompota qismət oldu. Kompot eləyəsi olduq. Elə yaxşı ki də çox saxlamışdıq. Xeyli vaxtda kompot bağladıq. Əriklə gilənar kompotu çox dadlı olur. Ən sevdiyim kompotlardan biridir. Şəftəli də qəşəng olur. Şəftəli də xoşlayıram. Bir də moruq qəşəng olur. Göyəm də. Amma heyvadır, almadır. Onları eləyirik. Düzün deyim, onlardan mənim elə çox xoşum gəlmir. Belə indi bunların hamısını açım. Aparım yerinə yığım bir-bir. Burada da xeyli vaxtdır. Bunları da açım. Yerinə aparım, yığım. Belə. Uşaqlar da burada özlərinə yer hazırlayıblar. Təmizləmişəm deyə rahat belə gətirib özlərinə salıb hazırlayıblar. İndi gediblər kaçelini getməyə. Mən də saran yanında durmuşam ki, tək qalmasın. Balkonda bacılarıyla oynayırdı. Gedim qapını açım ki, kaçelini gətirib yoldaşım qoyacaq. Sonra divanı qoyaq. Sonra bayraqları ütüləmişəm, asaq oradan. İnşallah belə. Ne bizim öyle böyle su taşıyoruz. Yok. Mama hiç öyle. Okuley. Balkonumuz demək olar ki, hazırdır artıq. Belə bayraqları da astıq. Yenə divan gəldi öz yerinə, kaçeli öz yerinə, stolu qoyduq bura, üstünü söktük ki, yuyaq. Çünki üstü orada sarayda tozlanıbdı. Belə qəşəng oldu. Uşaqlar da burada elə salıb oynayarlar. Özlərinə yer hazırlayıblar. Belə. Artıq axşamdır. Bir dənə pəncərələr qaldı, çünki bu kanvaları mən çıxarda bilmədim. Bu rişotka ki var, o imkan vermir çıxardım. Ona görə yoldaşıma dedim çıxartsın, qoysun. Mən sabah, bu gün axşam gecdir, saat 9-a işləyibdi. Sabahlarını bunları mən təmizləyim, pəncərələri sonra yerinə taxaq. Yeni bir gündən hamınızı salamlayıram. Səhəri gündür, artıq balkon tamam hazırdır, əvvəlki kimidir. Ona görə səhər oyanan kimi ilk işim balkonu silməkdir, həmişə kimi. Balkonu silirəm ki, çünki uşaqlar duran kimi çıxırlar balkona. Səhər yeməklərini də balkonda hazırlayırlar. Hazırlayıb gətirib burada yeyirlər. Elə burada da mənə kömək elədilər, dedilər, mama özümüz eləyək, sənə kömək eləyək. Məlikənin də qolunun sarığına fikir verməyin. Bilirəm indi mamam, bacım, bibiləri baxıb mənə yazacaqlar ki, Məlikənin qoluna nə olubdu. Məlikə elədi. Bircə damcı bir yeri birazca ağrısın. Sırazı ora dərman vurur. Onun bir dənə mazı var, indometacin. Ondan yaxır qoluna, ya ayağı da ağrıyan. Yaxır üstündən də bax eləcə bağlamalıdır. Yəni elə belə bir şeydir də, yəni ciddi bir şey deyil. Sadəcə biraz ağrıyır deyə o neçə gün elə qolu bağlı gəzəcəkdi. Belə qızlar da düzəltdilər balkonu, Sara da kömək eləyir onlara. Elə nətəri gəldi, nəyi hara gəldi, qoyur. Gəl ki, kömək eləyir. Amma elə sevinirlər, neçə vaxt idi balkona çıxa bilmirdilər deyə. İndi balkon təzədən elə bir ki, onlar üçün təzə bir şeydir. Sevinirlər orada. Oynayanda bütün gün, indi artıq bütün gün bugün orada olacaqlar. Mənə də rahat olacaq ki, mən də işlərimi görüm. Hər gün səhər bizdə səhər yeməyi böyük bir problemdir. Hər səhər deyirəm ki, yemək yiyin, səhər yeməyə duran kimi deyirlər, yox mama biz ac deyilik, ürəyim istəmir. Ona görə hər dəfə onlar üçün fərqli bir şeylər nəsə çalışıram eləyim.
İndi deməli ki, belə toster istədi. Dedim, amma çörəyin arasına mənə şordan yağ, belə mağazin şoru xoşlayırlar. Onu alırıq dedi. Ondan yağ tosterdə mənə isit ver. Çox qurumağını istəmir, onu da yeyə bilmir. Elə bircə damcı orada isidib verdim, yedi. Rəna elə yağ çörək istədi. Saranda özümü artıq yedirtmişdim. O qızlardan tez durmuşdu. Ona görə onu artıq yedirtmişdim. Belə yeməklərini hazır elədilər. Getdilər balkona. Orada oturub yeməklərini yedilər. Sonra da dərslərini orada elədilər. İstəyirəm pəncərəni görüm, çıxarda bilirəm bu kanvaları. Dünənlərim çıxarda bilmədim. Yoldaşıma demişdim çıxartsın. O da axşam ucu gec gəldi. Sara yatmışdı. Dedim səs olar. İndi görüm özüm çalışım, çıxarda bilirəm. Dünən ha elədim, çıxarda bilmədim. İndi qorxuram da çox eləməyə, əyilir. Birdən qırılar ona görə. Alındı, çıxarda bildim. Bunu çıxarda bildim, indi görək o birisini çıxarda bilirəmmi? Bu da hazırdır, bu da çıxdı. Dünən bilmirəm niyə məndə belə çətin alındı, kanvaları çıxarda bilmədim. Dünən çıxarda bilsəydim, tam izləmişdim. İndi gəlim pəncərələri silim. Gedim birinci kanvanı yum, qoyum suyu çəkilsin. Mən də ona kimi buraları silim. Bu videonu mən neçə gün qabaq çəkmişdim. Sadəcə vlog çəkmirdim deyə, elə bir işim yox idi, çəkmirdim. Ona görə qalmışdı, paylaşa bilmirdim. Elə dedim bu vlogun axırında bunu da paylaşım sizin üçün. Napolyon tortu bişirmişdim. Yoldaşımın ad günü idi. Elə o vlogu da paylaşmışam sizin üçün. Napolyon tortunu necə hazır eləyirəm. Burada da stolun üstün qızlarla hazır eləyirik ki, tortu gətirib kəsək. Qızlar yaman gözləyirdilər çünki 1-2-3 ayda bizdə ad günü olmurdu. Onlar üçün də ad günü çox belə sevirlər. Tort kəssinlər, şam üfürsünlər. Axırıncı dəfə mənim ad günümdə olmuşdu. İndi ona görə belə həvəslə gözləyirlər atalarının ad gününü. Belə şu qızlarla stolun üstünü hazır elədik. Tortu da sizə üçün çəkdim ki, siz də baxasınız ki, necə içi alınır. Kəsəndə də çəkdim ki, baxasınız. Belə yumşaq alınıb. Bizdə belə yumşaq sevirlər. Napolyon tortunu hamı da çox bəyəndi, çox xoşlarına gəldi. Və bu da vlogun sonudur. İnşallah gələn vloqlarda görüşənədək sağ olun.